Salam əziz izləyicilər. Çəmki TV'nin 033 maşınından gəlmişəm. Bura Medinogorsk şəhəridir. Bura müharibədə ölənlərin abidəsidir. Haqlı, haqsız harda bir gənc ölürsə mən ona qarşıyam. Yəni müharibəyə qarşıyam qardaş. Mən müharibə illiklərinə qədər yaşamış adam olaraq bütün müharibələrə qarşıyam. Burada da çoxlu insanlar ölüb gedir. Xüsusən də bu Rusiyanın kasıb vilayətlərində daha çox insan müharibəyə gedir. Çünki onların pula ehtiyacı olur. Bax, o dağın o tərəfində bizim İdilbayeva posyolkasıdır. Bura Medinogorsk şəhərdir. Bu uzaqda Medser kombinatı var. Mis hazırlayırlar, mis əridirlər. Yəni rududan, suxurdan mis çıxardırlar. Medinogorsk'un simvolu o uzaqda açardır, mis açar. Dağın başına qoyurlar. Balaca bir şəhərdir. Bura Medinogorskçular Mednodırkada deyirlər. Yəni med deşiyi, belə bir şey. Allah rəhmət eləsin. Burada müsəlmanlar da çox yaşayır. Burada bir qəşəng məscid tikirlər qabaqda gördüm. Şəhərdə məscid buydu o qabaqda. Yəni buradır. Medinogorsk, o məşhur Medinogorsk şəhəri buradır. Yəni mənim durmadan dediyim Medinogorsk şəhəri. Mənim evim isə o dağın dalındadır, İdilbayev'dadır. Sağ olun, var olun, özünüzdən müğayət olun. Allah sizi qorusun.